Ay uşaqlar, odun sözünü necə cür fikirləşmək olar? İki cür necə fikirləşərik? Məsələn, yazmışam odun gətir. Bir necə fikirləşə bilərik? Odun istisi. Odun istisi. Gəlin baxaq indi. Odun gətir. Sözün kökü nədir? Odun. Ay sağ ol. Başlanğıc forması nə olacaq? Yenə odun. Köklə başlanğıc forma eynidirmi? Eynidir. İndi odun istisi. Sözün kökü nə olacaq? Od. Afərin. Odun istisi. Bu nə olacaq bəs? Yəl şəkilçisi. Yəl. İndi başlanğıc formamız nə olacaq? Od. Ay sağ ol. İndi bura baxaq indi. Burada köklə başlanğıc forma üst-üstə düşdümü? Burada da köklə başlanğıc forma üst-üstə düşdü. Yəni qrammatik şəkilçinin burada başlanğıc formaya biz ümumiyyətlə daxil eləmirik. Bəzi hallarda qrammatik şəkilçi başlanğıc formaya daxil olur. Onu növbət dərslərimdə sizə izah edəcəm. Şəkilçiləri keçdikcə öyrənəcəksiniz. Amma burada qrammatik şəkilçi başlanğıc formaya daxil olmayıbdır. Ümumiyyətlə başlanğıc formanı hara qədər ki hissə götürürük? Leksik şəkilçi harada bitirsə oranı götürürük. Başlanğıc forma. Aha, indi gəlin baxaq görək hansı sadə sözdür? İkisi də sadə sözdür. Yəni qrammatik şəkilçi olsa belə o söz sadə söz hesab edilir. Düzəltmə söz hansı söz hesab edilir? Bircə dərdə olsa leksik şəkilçi varsa həmin söz düzəltmə sözdür. İndi gəlin baxaq. Odun sözü, odun gətir, odun istisi. Bunlar homonim ola bilərmi? Homonim sayılmaz. Niyə sayılmaz? Hansı da fərqli-fərqlidir. Məsələn, burada vurğusu da yazılışları eynidir mi uşaqlar? Mənaları fərqlidirmi? Odun ayrı şeydir. Od ayrı şeydir. Deməli, mənaları fərqlidir. Burada homonimə uyğun gəlir. Yazılışları eynidir. Amma homonim üçün nə lazımdır? Yazılış, deyiliş, vurğu, bir də başlanğıc forma. başlanğıc forması ayrıdır. Aysa, sonra nəyə ayrıdır? Başlanğıc forma ayrıdır. Odun gətir, odun istisi. Tələffüz eynidir. Vurğu eynidir. Sadəcə olaraq başlanğıc forma fərqlidir. Bir də heç nə. Bir də başlanğıc forma fərqli olduğuna görə biz bunu homonim götürəmirik. Belə sözlərə necə sözlər deyirik? Homoform sözlər. Yəni formaca eynidirlər, amma başqa xüsusiyyətləri homonimə uyğun gəlir.